Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Avtovağzal metrosuna çox yaxın bir məsafədə, ayaqla 2-3 dəqiqəlik məsafədə yerləşən 5 mərtəbəli Daş Xruşovka binanın 4-cü mərtəbəsində qanuni radlı bir otaqlı mənzilimizin satışını təqdim edəcəm. Binada isti sistemi, mərkəzi istilik sistemidir, mərkəzi atapləmə sistemidir. Daş binadır, qeyd etdiyim kimi kupça var, qeydiyyata düşmək mümkündür. İnşallah alqı-satqı günü müştərimizə evin açarı təhvil veriləcək. Zəhmət olmasa videonun sonuna kimi izləyin. Videonun dəqiqlərində sizlərə evin qiymətini təqdim edəcəm. Kimin nə sualı olsa videonun yuxarı hissəsinə göstərilən nömrə ilə bizim nömrəmizlə əlaqə saxlaya bilər. Suallarınızı tam ətraflı şəkildə cavablandıracağım. İndi sizə evin təqdimatını edəcəm. Videonun qeyd etdiyim kimi son dəqiqələrində sizlərə evin qiymətini təqdim edəcəm. Bura evin xol hissəsidir. Bura xolda yapılan qardıropdur. Boya qardırob yoxlub. Daxil oluruq bu otağa. Yeri parketdir. Təmir videoda göründüyü kimi normal orta təmirlidir. Kim istəsə bunu yəni rahat şəkildə 2 otağa bir də eləyə bilər. Bura balkonudur. Zal studiya eləyib mətbəxi yataq otağı kimi də istifadə edə bilərsiniz. Bu ərazidə bir otaqlı mənzilin kirayə qiyməti 400-450 manat civarındadır. Bura sanitar qoşaqdır, ikisi birlikdədir. Burada su pastiyandır, yəni saatla deyil, 24 saat su var. Burada mətbəxi. Hal-hazırda elə kirayə üçün əlverişlidir. Açarlar bizdədir. Günün istənilən vaxtı, istənilən saatı baxmaq olar. Sadəcə gəlməmişdən 1 saat qabaq əlaqə saxlayın. Gələk, göstərək evi sizə. Hörmətli izləyicilər, evin start başlanğıc qiyməti 99.000 manatdır. Real alıcıya evə gəlib baxandan sonra birbaşa sahibi ilə görüşdürəcək, yerində qiymət danışığı olacaq. Qeyd etdiyim kimi kupçası var, qeydiyyata düşmək mümkündür. Kimin əlavə nə sualı olsa, zəhmət olmasa bizim nömrəni əlaqə saxlasın. Nömrəmiz 07406 83 40, 07406 83 41-dir. Zəhmət olmasa videonun sonuna kimi izlədiksə, videomuzu bəyənin, kanalımıza abunə olun, videomuza şərh yazmağı zəhmət olmasa unutmayın. Kimin əlində satışda əmlakı varsa, bizdən əlaqə saxlasın, gələk tez zamanda çəkilişini edək, tez zamanda satılmasına köməklik eləyək. Evə gəlib baxdıqdan sonra ev sahibi ilə danışarıq, bəlkə də əşyalı satılmaq ehtimalı ola bilər.